qonşu sədaqəti, qonşu ərdəmi göstərdik. Bir dənə dövlətdən bir açıqlama olmadı. Bir deməli İranın maraqlarına təhdid təşkil edəcək hər hansı bir addım atılmadı. Doğru. Biz sərbəst media, azad media nələrsə yazdı, pozdu. İran tərəfdən də elə dindarlara bağlı olan media bizim ünvanımıza, ağzına gələni deyir və yazır. Amma Ermənistanın İranı məyus edəcəyini biz illər öncə yazmışdıq. Demişdik peşman olarsa. Bunlar Sasanilərə, Osmanlıya, Rusiyaya, Azərbaycana dönü çıxmış topluluqdur. Ermənilərdən sədaqət gözləmək axmaqlıqdır. Bu sədaqət heç vaxt olmayacaq. Nə qədər öz maraqları var, o maraqlar istiqamətində kimlənsə yaxın olacaqlar. Haqlısınız. Hal-hazırda da Türkiyə daxil regionun hər bir ölkəsinə və o cümlədən də Trumpa meydan oxumaqdadır İran. Bu ideologiyanın deməli məcburiyyətidir. Səddam Hüseyin xatırlayırsınızsa diktator məğlub olmuşdu, qaçıb gizlənmişdi. Onun təbliğat naziri ortaya çıxıb Amerikaya meydan oxuyurdu. Çox gülməli bir səhnələr var o zaman üçün. İndi də elə. Yəni öz ölkəsini idarə edə bilmir, öz xalqını qırır, çatır, acından öldürür. Amma Türkiyə meydan oxuyur. Amma Trumpa deyir ki, gələn dəfə bu güllə yan keçməyəcək, səni vuracağıq və səni öldürəcəyik. Terrorla təhdid edir. Ermənistana, başqa yerə, Ərəb ölkəsini, İsraili, hər kəsi yenə də təhdid edir. Bu rejimin daxili auditoriyanı ayaqda tutma üçün bir taktikasıdır. Bir propaganda alətidir ki, biz ölməmişik, biz hələ varıq, biz güclüyük və biz hətta Amerikaya belə meydan oxuyuruq. Bu da yanlışdır yəni. Bu İran rejimi mahiyyəti budur ki, istəsə belə normallaşa bilməz. Əvvəla o zəka yoxdur onlarda. Yeni çağırışlara hazır deyirlər. Bir yaşlı başlı əmmaməli dünyanın gəlişindən, gedişindən, texnologiyadan, telefondan istifadə eləməyi bacarmayan bir zümrə hakimiyyətdədir. Bunlar necə sürətlə dəyişə bilər? Bunlar necə manevr eləyə bilər? Baxın, İranın şansı olan və bu gün də İranı sipər kimi qoruyan Pezeşkiyan. Gəldi onu necə təhdid edir? Səfah onu nə vəziyyətə qoyub bilirsiniz. Neçə dəfə istefa verib bilirsiniz, xəbəriniz var. Dini lider qəbul edəm. Çünki Pezeşkiyanın gətirilməsi Türk amilinin neytrallaşmasına xidmət edirdi. O tutdu. O alındı. İlk dəfədir ki, həm dini lider, həm demək prezident Türk idi. Türk oldu. İlk dəfə idi. İranda belə bir konfigurasiya var. Yazılmamış. Dini lider Azərbaycanlıdırsa mütləq prezident fars olur. Bu indiyə kimi yazılmamış qanundur. Amma bu dəfə ona imkan, icazə verirlər. Çünki görünür ki, Türk amili həm demoqrafik olaraq, həm siyasi olaraq daha üstündür. Güc olaraq daha üstündür. Orduda, bazarda, dövlət quruluşlarında, Nazirlər Kabinetində, dini camiyyədə Azərbaycanlılar üstünlük təşkil edir. Çünki İranda milli çoğunluq Azərbaycanlılardır. Bu faiz etibarilə də İran hökumətində, iqtisadiyyatında, bazar siyasətində, cəmiyyətdə, rəy liderlərində, hətta mühalifətdə Azərbaycanlılar ağırlıq təşkil edirlər. Yaşıllar Hərəkatının lideri Musəvi belə Azərbaycanlı Xamnəlidir. Yəni mühalifətin təmsilçiləri belə o baba mühalifətin, yəni yaşlı mühalifətin. Amma dediyimin məntiqi ondan ibarətdir ki, siz bu rejimi imkan versəz, Amerikada imkan versə ki, tamam, dəyişdir İranı, özünü də dəyişdir. İranı da münasibət dəyişədirə bilməz, mümkün deyil. Mümkün deyil. Əvvəla korrupsiyalaşıblar. İkincisi dediyim səbəbdən. Qafa fərqi var, zəka fərqi var. Mümkün deyil. Dünyanın gəlişinə, gedişinə, ölkələrə münasibətə, hamısında fərq böyükdür. İdeoloji bu baxımdan, bu ideologiya getməlidir. Ən azından ideoloji dəyişiklik olmalıdır, rejim getməlidir. Rejim də o zaman dinç şəkildə gedər ki, içəridən bir qrup olsun və o rejimin dəyişilməsinə dəstək olsun. O, ola biləcəkləri də tuturlar indi. Başlayıblar həbs eləməyə. Kimlər ki ola bilər, kimlər ki Amerika, İsrail modelinə uyğundur, yaxud normal bir modelə, yaxud indiki çağdaş dünyanın çağrışına uyğun olaraq hakimiyyəti içəridən bölərək dinç dəyişməyini şahın yerinə özləri və Pezeşkiyan buna uyğundur.
həm də Məsud Pezeşkiyan, yəni İranı içəridən dəyişdirən bir qrupu yığıb, özü həkimdir, ziyalıdır, sevilir. Azərbaycan və Kürd bölgələrində ciddi dəstəyi var. Kürdlər arasında da ciddi dəstəyi var. Bəzi iddialara görə anası Kürddir onun. Kürdcəni ana dili kimi bilir, tərtəmiz bilir. Və bu baxımdan da bu modelləşdirmədə Pezeşkiyan, Xatəmi, Pezeşkiyan bunlar uyğundur. Xatəminin fars olması səbəbindən uyğun gəlmirdi. Amma onu da son vaxtlar yaydılar ki, türkdür. Təmiz türkdür. Başladı bir-iki dənə mesajını falanını köhnə materiallardan yaymağa ki, bu türkcəni bilir və türkdür. Türk deyil amma. Yəni